Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün qədim Azərbaycan mətbəxi olan qoz dolmasının hazırlama qaydasını paylaşacağım. Mən qoz dolmasını quyruqla hazırladım. Əvvəlcə quyruğu, eləcə də soğanı ətçəkən maşından keçirirəm. Əgər quyruq olmasa, sadəcə qozla da hazırlamaq olur. Ancaq quyruqla daha ləzzətli alınır. Daha sonra çıxan suyu tamamilə süzürəm. Üzərinə üydülmüş qoz ləpəsi, biraz yumru düyü, düyünü əvvəlcədən yumuşam. Doğranmış şüyüd, eləcə də quru nanə əlavə edirəm. Mən ərzaqları gözə yarı tökürəm. Sonda zövqə görə biraz duz, qara istiot və 1 çay qaşığı turşu tökürəm. Ərzaqları əlimlə yaxşıca qarışdırıram. Yarpaqları da yumuşam. Saplaq hissəsini təmizlədikdən sonra qazanın içərisinə 1 ədəd yarpaq yerləşdirirəm. Mən bu dolmanı uzunsov formasında bükdüm. Boşqabın içərisinə yarpağı qoyuram. Üzərinə isə içliyi əlavə edib bükürəm. Qoz dolmasını bu formada bükmək daha rahat olur. Dolmanın hamısını bükdükdən sonra üzərinə boşqab yerləşdirirəm və qazanın qapağını örtüb tamamilə vam odda, öz suyunda, öz yağında bişirirəm. Əlavə su tökmürəm. Artıq mənim dolmam pişib hazırdır. Boşqaba töküb süfrəyə təqdim edirəm. Əziz xanımlar, bəs siz qoz dolmasını necə bişirirsiniz? Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.